tam izah eləyin ki, tamaşaçılarda da müəmmalı qalır. Birincisi, meyxanaya müdaxilə eləməsin. Bəli. Ağa, indi istədiyiniz qafiyanı tutun, ikiniz meyxana deyirsiniz. Buyurun. Elə demədim. Tutun qafiyanı. Ağa, yox, bir dəqiqə üzr istəyirəm. Baba, mən deyirəm, mən meyxanada, efirdə o qədər söz verir. Meyxananın içində keçir. Mən dedim ki... Sözü deməyək, bəli. Yox, baxarsınız efirdə. Dedin də. Yox, demədim. Yanında soruşdu. Göstərəm deyib kəsilib. Yox, mən dedim ki, mən qocayam, siz də cavanda gəlsin, qafiyə oldu elə, dedik gəldi. Mən meyxanada elə sözlər deyirsiniz ki, efirdir. Plandan olmadı da, qəfilətən hamımız bir yerdə dedik. Rəqabətli sənətdir, başa düşürük. Amma burada nə var ki, yəni, burada bir dəqiqə. Bu dəqiqə özdə vəziyyət belədir ki, çatan meyxanaya müdaxilə edir. Çatan meyxanaya müdaxilə edir. Olmaz. Olmaz. Hərəsi bir dənə də mikrofon tutub əlinə. Bu meyxana sənəti axır vaxtlar belə olub, nöş belə olub.